Tovuz rayonu Alaköy kənd sakini Vüqar İsmailov bölgə TV-yə müraciət edərək ciddi iddia ilə çıxış edib. Onun sözlərinə görə obyektinin sağında və solunda yerləşən iki yanacaq doldurma məntəqəsinin Azərişıq ASC-nin Tovuz rayon elektrik şəbəkəsinin rəisi Nurəddin Ədirov tərəfindən rəy verilsə də, həmin obyektlərin ortasında yerləşən Vüqarın təmir sexinə rəy verilmir. Səbəb kimi ərazidən güya yüksək gərginlikli xəttin keçdiyi deyilir. Halbuki vətəndaş bildirir ki, eyni xətt yanacaq doldurma məntəqələrinə mane olmur. Vüqar İsmailov məsələni Nurəddin Ədirova izah edə bilmədiyini, işıq dairəsində açıq-aşkar özbaşınalıq yaşandığını vurğulayır. Məsələ bununla da bitmir. 15 saylı daşınmaz əmlakın dövlət kadastrı və reyestrinin Tovuz ərazi idarəsi obyektin güya dəmir yolu ərazisinə düşdüyünü iddia edir. Vətəndaş video sübutlarla müraciət edib, amma hələlik cavab yoxdur. Bu bizim obyektin qarşısındakı deyilənə görə yüksək gərginlikli xətt hesab olunan 10 kV-lıq elektrik xətti keçir. Amma əslinə qalsa bu yüksək gərginlikli xətt sayılmır. Onu 2005-ci tarixli 103 nömrəli qərarına əsasən bu zadlara dəyişiklik olubdur. Burada yüksək gərginlik xətt hesab olunmur. Ancaq ki, Tovuz rayon işıq idarəsinin rəhbəri Nurəddin müəllim deyir ki, mən sizə rəy verə bilmərəm. İntihasın maraqlı məqamları indi sizə kəşf göstərəcəm. Bax, necə olur ki, bu yanacaq təmir sexinin böyründə bir dənə yanacaq doldurma məntəqəsi burada ərazisi 200 kvadrat metr. Biri isə bax, gördüyünüz zapravkadır. Yenə ərazisi 500 kvadrat metr. Bu necə olur? Bunlara rəy verir. Baxın, bu xətt deyilən xəttə düz zadın üstündən gedir. Xətt yanacaq doldurma məntəqəsi üstündən buradan bizim obyektlə də xəttin arası 5 metrədir. Sorunçan yoxdur ki, bu nətər olur ki, bu sağda solda olan 300 kvadratlıq yanacaq doldurma məntəqəsi ərazisinə nətər rəy verilir? Solda 500 kvadrat yanacaq doldurma məntəqəsi nətər rəy verilir? Ortada 44 kvadratlığa rəy verilmir. Bu qədər. Salam əleykum. Hər vaxtınız xeyir olsun. Tovuz rayon Alaköy kənd sakini İsmailov Vüqar Qurbanoğlu. Deməli, dəyərli televiziya kanalının işçiləri, bizim 40 kvadrat, 44 kvadratlıq obyektimiz var. Bizim obyektin sağında yanacaq doldurma məntəqəsi var. 500 kvadrat metr sahəsi var. Bu solunda yenə eyni zamanda yanacaq doldurma məntəqəsi var. 300 kvadrat metr sahəsi var. Bunların hər birinə Nurəddin müəllim, Tovuz rayon işıq idarəsinin rəhbəri, rəisi, müdürü deyək, o rəy verib. Hər iki böyük obyektlərə rəy verir ki, onlara olar. Ortadakı yanacaq doldurma məntəqəsinin ortasında isə bizim 44 kvadratlıq təmir seximiz var. 96-cı ildən verilib. Bizə gələndə deyir ki, buradan yüksək gərginlikli xətt keçir. Mən onu çəkiliş vasitəsilə çəkilişdə yollamışam. Yüksək gərginlikli xəttdən 10 kV-lıq xətt keçir. Onu iyun 2005-ci il tarixli 103 nömrəli qərarda da 6, 10, 35 kV-lıq xəttlər yüksək gərginlikli xətt hesab olunmur. Mən bunu Tovuz rayonunun işıq idarəsinin müdürü, rəhbəri Nurəddin müəllimə onu başa sala bilmədim. Axır mən deyirəm ki, qatıq ağdır, Nurəddin müəllim deyir qaradır. Mən deyirəm ağdır, qaradır. Nəysə, yəni burada özbaşınalıq baş alıb gedir. Keçək sonra daşınmaz əmlakın rəisi Füzuli müəllimə. 15 saylı daşınmaz əmlakın rəhbəri, rəisi Füzuli müəllim. Füzuli müəllim deyir ki, Füzuli müəllim isə deyir ki, yenə deyir ki, oradan bələdiyyənin balansı, dəmir yolunun xəttində nətər olur ki, 500 kvadratlıq yanacaq doldurma məntəqəsinin ərazisi dəmir yolunun ərazisinə düşmür. Bu solunda 300 kvadrat yanacaq doldurma məntəqəsi dəmir yolunun ərazisinə düşmür. Ortada 44 kvadratlıq təmir sexi dəmir yolunun ərazisinə düşür. Necə olur ki, bu 500 kvadratlıq yanacaq doldurma məntəqəsinə Tovuz rayon daşınmaz əmlak 15 saylı idarənin rəisi ona çıxarış verir. 2 yanacaq doldurma məntəqəsinin ortasına gələndə də bizə deyir ki, bu yüksək gərginlikli xətt keçir, bələdiyyənin balansıdır, nə bilim, dəmir yolun xəttinin arasına düşür. Yəni bir sözlə, sözü də daşınmaz əmlakın sözü qutaranda da son sözü odur ki, sən məhkəməyə müraciət etmək hüququn var. Vəssalam, budur. Heç kim vətəndaşı Tovuz rayonunda düşünmür.
Belə də götürəndə Füzuli müəllimə nə lazımdır? Mən vətəndaş olaraq məhkəməyə müraciət edeyim. Məhkəmə də bir alim məhkəmə, apellyasiya məhkəməsi, ali məhkəmə bu proseslər də harasa bir il yarım çəkəcək. Tozda da 3 il, uzağı 2 ildən bir daşınmaz əmlakın rəisini dəyişir. Füzuli müəllimə də lazımdır ki, vaxt tutsun, həmən vaxtı bir tərif vətəndaşı başından eləsin. Vətəndaş getsin öz məhkəmə ilə əlləşsin, bu da öz işində gücündə olsun. Bax beləcə, bu qədər. Sağ olun diqqətinizə görə.